Təsəvvür edin ki, sizə yaxın şərqin ən böyük siyasi zəlzələlərindən birinin xəbəri gəlir. Amma bu xəbər cəmi 4 sözdən ibarətdir. Hə, cəmi 4 söz. Bəli. Hörmətli dinləyici, bugün bizə dərin təhlil üçün göndərdiyiniz mənbə sadəcə budur. Sitat gətirirəm. İran parlamentinin sədri istefa verdi. Vəssalam. Yəni, doğrudan da çox qısadır. Yaxşı, gəlin bunu aydınlaşdıraq. Bu qısa cümlənin arxasında gizlənən o nəhəng siyasi mexanizmi tapmaq bizim əsas missiyamızdır. Bəzən, bilmirəm fikir vermisinizmi, ən az sözlə ifadə olunan faktlar ən böyük səs-küyü yaradır. Məsələ burasıdır ki, burada ən maraqlı detalların özünün olmamasıdır. Yəni, bizə heç bir səbəb, arxa plan və ya, necə deyərlər, sağlamlıq problemləri kimi standart diplomatik bir bəhanə təqdim olunmuyub. Aha, heç nə yoxdur. Dəqiq. Belə qapalı siyasi rejimlərdə xəbərin bu cür çılpaq verilməsi, yəni əvvəlcədən hazırlanmış rəsmi bir rəvayətin ortada olmaması elə ən böyük hekayənin özüdür. Amma bir dəqiqə dayanın. Bəzən istefa yəni sadəcə istefa olmurmu? Necə yəni? Məsələn, bəlkə doğrudan da şəxsi bir səbəb var və biz bu 4 sözlük mənbəni çox şişirdirik. Sırf ortada detallar yoxdur deyə dərhal konspirasiya axtarmalıyıq? Yaxşı sualdır, amma məsələnin məğzi məhz o qapalı sistemlərin mexanikasındadır. Baxın, İrandakı kimi idarə etmədə parlament sədri sadəcə iclasları idarə edən və qanunları səsə qoyan bir moderator deyil. Yəni daha böyük bir rolu var. Əlbəttə. O, fərqli siyasi fraksiyalar, hərbi elita və dini qruplaşmalar arasında daimi tarazlığı qoruyan əsas qovşaqdır. Aha. Və əgər belə bir həlledici fiqur qəfildən, yəni heç bir hamar keçid senarisi olmadan lövhədən götürülürsə, bu artıq o tarazlıq mexanizminin qırıldığını göstərir. Anladım. Deməli, sistem artıq daxili toqquşmanı rəsmi bəhanələrlə gizlədə bilməyəcək qədər ani bir, belə deyək, partlayış yaşayıb. Tamamilə düzdür. Bilirsiniz, məlumatın bu cür qısa olması əslində bizi kənar küylərdən uzaqlaşdırır. Mən bunu bir binanın arxitekturasına bənzədirəm. Təsəvvür edin, binanın yük daşıyan əsas sütunlarından birini qəfildən sökürlər. Maraqlı müqayisədir. Hə, sökürlər. Amma yerinə əvvəlcədən heç bir müvəqqəti dəmir konstruksiya və ya dayaq qoymurlar. Burada sual sütunun niyə sökülməsi deyil. Bəs nədir? Sual odur ki, indi bütün o nəhəng tavanın ağırlığı hansı divarların üzərinə düşəcək və ən əsası, o divarlar bu qəfil təzyiqə dözəcəkmi? Yəni, əgər bunu daha geniş mənzərə ilə əlaqələndirsək, sizin arxitektura nümunəniz prosesi çox dəqiq izah edir. Bu cür qəfil yaranan boşluqlar strukturun digər elementlərini dərhal hərəkətə keçməyə məcbur edir. Özdə bəzən xaos içində. Bəli, çox vaxt elə olur. Biz bu qısa mənbədə siyasi qruplaşmaların adlarını və ya ideoloji toqquşmaların təfərrüatlarını oxumuruq. Amma pərdə arxasında güc mərkəzləri arasında pay bölgüsünün yenidən formalaşdığını aydın görürük. Özdə çox sərt şəkildə. Çünki əgər bu əvvəlcədən razılaşdırılmış bir proses olsaydı... Əgər razılaşdırılsaydı, dərhal yeni namizədin adı və ya keçid dövrünün qaydaları da mətbuata sızdırılardı. Düzdür, çox məntiqlidir. Beləliklə, dinləyici, bütün bunlar nə deməkdir? Siz bugün bizə mükəmməl bir material göndərdiniz. Bu dərin təhlilimiz göstərir ki, hər zaman səhifələrlə yazılara, uzun məqalələrə ehtiyac yoxdur. Əsla. Bəzən məlumatın yoxluğu özü ən böyük məlumatdır. Tamamilə. Rəsmi rəvayətin, xırda detalların ümumiyyətlə mövcud olmaması, bax elə ən güclü siqnal budur. Cəmi 4 sözlük bir xəbər nəhəng bir siyasi aparatın daxilindəki sarsıntını sübut etməyə bəsidir. Bu qısa mənbəni təhlil edərkən, sizin öz təkbaşına düşünməyiniz üçün vacib bir məqamı açıq qoymaq istəyirəm. Fizikada olduğu kimi, siyasətdə də işləyən qızıl bir qayda var. Təbiət boşluğu sevmir. Aha, xüsusən də hakimiyyət zirvəsindəki o boşluğu. Məhz, mənbəmiz bizə ancaq hekayənin bir hissəsinin bitdiyini xəbər verir. Amma əsl sual budur, həmin o qüdrətli kürsünü dərhal doldurmaq üçün səhnə arxasında hansı görünməz, bəlkə də qəddar mexanizmlər artıq işə düşüb və o yaranan vakumda növbəti addımı kim atacaq? Vay, doğrudan da düşündürücüdür. Bizə bu qısa, lakin arxasında bütün bir dövlətin siyasi intriqasını daşıyan mənbəni göndərdiyiniz üçün çox sağ olun.
Ümid edirəm ki, indi lentinizdə qısa, bəzəksizdir başlığa rast gəldikdə onun arxasındakı o görünməz mexanizmlərin səsini eşidəcəksiniz. Təhlilimizi dinlədiyiniz üçün təşəkkürlər.